Əgər sən də hal-hazırda abituriyentsənsə, 11-ci sinifdə təhsil alırsansa, amma hansı ixtisasa verim, ailəm bunu deyir, ətrafdaşları bunu deyir, müəllimlər bunu deyir, nəyi seçim, bu kimi suallar qarşısındasansa, tam düzgün videodasan və tam düzgün insana qulaq asırsan. Hər kəsə salam. Bugün yepyeni bir video ilə qarşınızdayım. Kanalımda yenisinizsə, mən Aysu Əzim. İllərdir ki, bu kanalda videolar çəkirəm. Təhsil, şəxsi inkişaf, səyahət. Son dövrlərdə mövzularım daha çox xaricdə təhsildir. Kanalıma daxil olaraq videolarımla tanış ola bilərsiniz. Bugünkü mövzum isə başlıqda da gördüyünüz üzrə ixtisas seçimləri haqqındadır. Hüquq, dövlət və ictimai münasibətlər, yoxsa beynəlxalq münasibətlər. Bir 3-cü qrup tələbəsi olaraq və mənim videolarıma gələn çoxsaylı bu formatda olan suallara əsasən bugün bu haqda danışmaq qərarına gəldim. Təbii ki, 3-cü qrupun ən belə deyək top, yüksək reytinqli olan ixtisası hüquqşünaslıqdır, hüquq sahəsidir. Bəli, hüquqşünaslıq gözəl sahədir, gözəl ixtisasdır, amma bacarana, amma istəyənə. Və mənim dövrümdə beynəlxalq münasibətlər ixtisası 2-ci qrupda idi. 3-cü qrupda yox idi. İndiki bu alt qrup coğrafiya falan məsələləri yox idi və sadəcə olaraq yəni ədəbiyyatdan ixtisas verib daxil olan ixtisasları oxuya bilirdi. Yəni beynəlxalq münasibətlər yox idi. Mən əslində sizə bu ixtisası niyə seçmişəm, niyə bu ixtisas danışmayacağam. Bu haqda 2 dənə videom var. Həm həmin dövrlərdə çəkdiyim abituriyent fikirlərimlə, həm də yeni çəkdiyim videolar var. Onlara buradan kartlardan keçid eləyib baxa bilərsiniz. Mən bugün hüquq, beynəlxalq münasibətlər, yoxsa dövlət və ictimai münasibətlər ixtisası üçü arasında olan seçimi fərqləri sizə demək istəyirəm. Siz hüquqşünassınızsa ciddi sahədəsiz. Hüquqşünassınızsa sizin bəlirli bir çərçivəniz var. Siz qanunlarla, dövlətlə çalışırsınız. Dövlətlə işləyirsiniz. Təbii ki, bunu növbəti formalarda, növbəti mərhələlərdə inkişaf elətdirə bilər, beynəlxalq hüquq oxuya bilər, diplomatiya oxuya bilər, genişləndirə və ixtisasınızı daha qloballaşdıra bilərsiniz. Amma hal-hazırda Azərbaycan çərçivəsində, Azərbaycan daxilində düşünürüksə, sadəcə dövlət, protokollar, qərarlar, qanun, vəkil, prokuror, hakim bunlarda olacaqsınız. Yəni indi gələk beynəlxalq münasibətlərə. Beynəlxalq münasibətlər isə bildiyimiz beynəlxalq münasibətlərdir, diplomatiyadır. Siz onu bitirib Xarici İşlər Nazirliyində rahat bir şəkildə işləyə bilirsiniz. Diplomatik ixtisaslarda, şirkətlərdə, özəl şirkətlərdə işləyə bilirsiniz. Amma belə bir məsələ var ki, hal-hazırda beynəlxalq münasibətləri bitirən tələbə çoxdur. Oranın məzunu dəhşət çoxdur. Təbii ki, digər ixtisasların da məzunu ildən ilə çoxalır və bu sahədə necə inkişaf eləyə biləcəyini də belə deyim, universitet sizi öyrətmir. Siz özünüz tapmalı olacaqsınız. Bu din üçün də, yəni dövlət və ictimai münasibətlər ixtisası üçün də aiddir. Amma hüquqşünaslıq üçün bu aid deyil. Yenə həyatım bəlirli olsun deyirsinizsə, o zaman hüquqşünaslıq sizin üçün ideal ixtisasdır. Amma öz yolumu çəkim, öz yolumu çizim, mən hələ bilmirəm nə olmaq istəyirəm, mənə vaxt lazımdır deyirsinizsə, beynəlxalq münasibətlər və dövlət və ictimai münasibətlər ixtisası sizin üçün uyğun olacaq. Beynəlxalq münasibətlər dediyim kimi daha qlobal, daha beynəlxalq, daha qarşısı geniş olan bir ixtisasdır. Dövlət və ictimai münasibətlər də eyni elə belədir. Amma fərq ondadır ki, siz dövlət və ictimai münasibətlərdə nisbətən ictimai münasibətlərə də yönəldiyiniz üçün. Yəni bura PR, public relations, bura project management, bura partnership management, yəni daha çox bizneslərlə əlaqəli olan sahələrə də yönələ bilirsiniz deyə. Nisbətən bu daha belə deyim, hal-hazırda menecment yönümlü ixtisas olduğu üçün mən daha çox məsləhət görürəm, daha çox tövsiyə edirəm bu ixtisası. Çünki siz bunu bitirdikdən sonra ixtisas üzrə işləmək imkanınız çox güclüdür. Nəinki beynəlxalq münasibətləri bitirdikdən sonra. Hüquq, BM yoxsa din ixtisası arasında seçim etmək istəyirsinizsə də mütləq maksimum araşdırın, özünüzü dinləyin. Oturun sadəcə özünüzü dinləyin. Mən kiməm? Mən nə ixtisası istəyirəm? Bir də mənə gələn suallardan biri. Mən beynəlxalq münasibətləri bitirdikdən sonra hüquqa keçə bilərəmmi? Mən dövlət və ictimai münasibətlər ixtisasını bitirdikdən sonra hüquqa keçə bilərəmmi? Dostlar, xeyr, keçə bilmərsiniz. Yəni bu siz hüquqşünaslıqdır, müəllimlikdir, həkimlikdir. Bu kimi ixtisaslara sırf o sahələrin bakalavr diplomunu, bakalavr təhsilini alaraq nail ola bilərsiniz. Əgər sizin hüquqşünaslıq kimi bir istəyiniz varsa, onun üçün çalışın. Onun üçün o balı yığmağa çalışın ki, siz o ixtisasa qəbul belə o ixtisasda da oxuyasınız. Digər bir məsələ isə bu ixtisaslar haqqında olan rəylər, ətrafımızda olan
Valideynlərimizin, dostlarımızın, müəllimlərin, qohumun, dostun, qonşunun, hamının rəyləridir. Təsir eləyirlər bizə. Yəni abituriyent vaxtlarımı yadıma salanda istərsiniz həm hər kəsin anlayışlı valideynləri olmur, həm də hər kəsin ətrafındakı insanlar nisbətən daha az məlumatlı olurlar ixtisaslardan. Bu ixtisasın hamısını ayrı-ayrı araşdırın. Bu ixtisasları oxuyan minlərlə, yüzlərlə tələbələr var. Sosial şəbəkələr doludur. Hər birinə yazın. Mənə də yaza bilərsiniz, başqalarına da yaza bilərsiniz. Yazmaq istəsəz mənə bu arada Instagram profilim buradadır. Buradan yaza bilərsiniz. Yəni soruşun, maraqlanın, öyrənin. Nə sizə uyğundur, bunu öyrənin. Ondan sonra bu tapdığınız məlumatları həmin o valideynlərinizlə bölüşün. Başa düşəcəklər ki, bu belə bir ixtisasda var imiş, bu ixtisasın bu kimi gələcəyi var və sair və ilə axır kimi. Maaş məsələsi. Dostlar, hansı ixtisası bitirməyinizdən asılı olmayaraq iş tapan insanlar da var, iş tapa bilməyən insanlar da var. Az maaşa işləyənlər də var, yüksək maaşa işləyənlər də var. 4 il universitetə gedib gəlib, sadəcə diplom alıb, mənə 1000 manatlıq iş verin deyə də bilmərsiniz. Azərbaycanda faktiki olaraq minimum maaş 450 AZN-dən başlayır, full time iş. Bundan sonra işlədikcə artıracaqsınız, təcrübəniz artdıqca maaşınız da artacaq. Vəzifəniz də artacaq. Təbii ki, bu sizin aslıda harda işlədiyinizdən. Dövlət qurumunda qaydalar başqadır, özəl sektorlarda qaydalar başqadır. Hər birində fərqli-fərqli proseslər var. Bunların hər biri individualdır. Hər şey sizin özünüzdən asılıdır. Hal-hazırda birinci kurs tələbələrinə də eyni sözləri, eyni fikirləri irəli sürürəm. Birinci kurs olsun, ikinci kurs olsun, üçüncü fərqi yoxdur. Hər birinə eyni fikri irəli sürürəm ki, siz sadəcə mən dərslərimi yaxşı oxuyum, qiymətlərimin hər biri 90-dan yuxarı olsun, qırmızı diplomla bitirim, amma heç bir iş görməyim, nə dil öyrənim, nə kompüter öyrənim, nə könüllüyə gedim, nə təcrübə proqramına gedim, nə işə gedim. Amma universitet 4 il bitirəndən sonra universitet mənə iş verəcəklər. Axı mən işə müraciət eləyirəm, məndən təcrübə istəyirlər. Dostlar, çünki bu dəqiqə 4-cü kursu bitirib, universitet qutarıb, təcrübəli olan en sayda tələbə var. 3 illik kooperativ iş təcrübəsi olan bir şəxslə 4-cü kursu təzə bitirmiş, tək sosiallığı universitet olan bir tələbəni niyə bir şirkət onu işçi kimi götürsün? Çünki ona çox şey öyrətməlidir. O isə onlara sərf eləmir. Ona görə də düzdür, könüllüyə mənfi baxan çox adam var. Amma bu könüllülərə demirəm, yəni gedin heç kimə yararlı olmayan könüllülərdə olun. Xeyr, gedin daha yararlı, sizə köməyə toxunacaq, bir şey öyrənə biləcəyiniz, sosiallaşa biləcəyiniz bir könüllü proqramlarına gedin. Buna Nayora məsləhət görə bilərəm. Nayora çox ideal bir qurumdur. Ondan sonra SN Azərbaycan var. Hansı ki, orada xaricilər də ola bilir. Beynəlxalq tədbirlər olur Azərbaycanda. Hər il nəsə bir tədbir olur. Həmin o beynəlxalq tədbirlərdə iştirak edə bilərsiniz. Və yaxud da məsələn marağınız olan hansısa bir şirkət var, hansısa bir iş var. Həmin o işin olduğu və yaxud da orada çalışan bir insanın sosial şəbəkəsində LinkedIn-də izləyə bilərsiniz, Instagram-da izləyə bilərsiniz, həmin şirkətin özünü izləyə bilərsiniz, qurumun özünü izləyə bilərsiniz. Məsələn, mən öz təcrübə proqramını o formatda tapmışdım. Yəni mən sadəcə həmin şirkəti izləyirdim və orada çalışan, yəni indiki rəhbərimin Instagram profilini izləyirdim. Sadəcə olaraq məlumatlanma baxımından izləyirdim və o bir vakansiya paylaşdı ki, təcrübə proqramı var, təcrübəçi axtarırıq. Və mən ora CV-mi göndərdim. Cover letter yazmağı bilmirdim. Mən cover letterdən xəbərim yox idi. Oturdum, araşdırdım ki, cover letter nədir? Necə yazılır? Bütün belə deyək, onda hələ ChatGPT, süni intellekt yox idi. Bütün hər yerə belə deyək, ələk-vələk elədim. Cover letterin nə olduğunu öncə anladım. Ondan sonra yazdım. 2-3 dəfə yazıb sildim. Sonra CV-imlə birlikdə mən onu göndərdim vakansiyaya. Və onların mənə dediyi bu idi ki, səni işə götürməyimizdə əsas səbəblərdən biri sənin yazdığın cover letter idi. Çünki o letter vasitəsilə biz başa düşdük ki, sən yaxşı motivasiya məktubu yaza bilərsən. Gördünüz? Adi bir şeydən. Mən halbuki cover letterin nə olduğunu belə bilmirdim. Hər yerdən bir fürsət çıxa bilər, hər yerdən bir şey çıxa bilər. Sadəcə oturub videolar scroll eləməyin. İnsanları, bacarıqlı, savadlı insanları izləyin. Hər kəsdən bir şey öyrənə bilərsiniz. Hər kəsdən bir şey çıxa bilər. Qısaca belə, hər şey özünüzdən asılıdır. İş prosesi, universitetdən sonraki həyat, bunlar çox individual məsələlərdir. Ona görə də maksimum dostlar öz üzərinizdə çalışın. Maksimum akademik cəhətdən sosial olun. Hər ortamlara girməyin, hər ortamlarda olmayın. Özünüz olun. Qəti özünüzü olmadığınız kimi bir insan kimi göstərib, sonra özünüzə uyğun olmayan mühitlərdə özünüzü tapmayın. Belə,
Ümid edirəm ki, dostlar, videom sizə az da olsa kömək eləyəcək. Gələcəyiniz bir ixtisasdan asılı deyil. Siz onu sonradan 1000 dəfə dəyişə bilərsiniz. Əgər yenə hər hansı bir suallarınız olarsa, mənlə müzakirə etmək istədiyiniz nəsə bir şey olarsa, rəylərdə və yaxud da Instagram səhifəmdən mənə ünvanlaya bilərsiniz. Sizin dəstəyinizi Instagram səhifəmdə də gözləyəcəm. Profilim yenidir. Xarici təhsillə bağlı videolar, şəxsi inkişafla, motivasiya ilə və həyat tərzi ilə bağlı paylaşımlar edirəm. Sizləri orada görməkdən şad olaram. Gələcək videoda da görüşmək üzrə. Bay bay.